Herkese salamlar, yeni videoya xoş gəldiniz. Biz sizlə birlikdə Futbol 2027-nin ilk videosuyla qarşınızdayım. Dostlar, Futbol 2027 hal-hazırda güncəlləndi, amma hal-hazırda oyun açığı deyil, sunucu baxımındadır. Oyun saat 12-dən sonra açılacaq. Biz amma yenə də baxaq görək oynayışda dəyişiklik varmı, yoxsa yoxmu? Ona görə hal-hazırda bir-iki yoxlama keçirək. Hücum mərkəzinə girək. İşlər əslində oynayacağım. Mümkünlər Zabal, Pedri. Dostlar, oyunda çox dəyişiklik yoxdur məncə. Eyni oynayışdır. Sadəcə bu dudaq çikolatan şutları voleyə çevrilməsinə baxmaq istəyirəm. Görək o da alınacaqsa. Alınmaz. Yəqin ki, voley özelliği falan olmalıdır məncə. Aha, attı. Gördüğünüz kimi oyunun ilk güncəlləmələrindən, daha doğrusu yeni güncəlləməsi olan, əgər oyunçu uyğun pozisyonda deyilsə və ona pas gələrsə, dudaq çikolatan vasitəsilə o zərbə endirəcəkdir. Bax, bunun kimi məsəl üçün. Bu da əla dəyişikliklərdən biri olub. Sərbəst vuruş yoxlayar bir dəfəyə görək dəyişiklik varmı, yoxsa yoxmu? Sərbəst vuruşda eyni şəkildədir. Birlik oyun, birlik. Hara vurdum Mərzalar. Bir daha qaç tutdu. Yəni dostlar, oyun bu şəkildəydi. Səhər oyun açıldıqdan sonra sizə gələn etkinliklər haqqında məlumat verəcəm. Xəbərdar olmanız üçün də kanala abunə olub video like atmanız kifayətdir. Görüşənədək sağ olun.